Kanalda xəbər axını davam eləyir, efirdə obyektiv verilişidir. Sosial hüquqlarınızla bağlı məlumatlı olmaq istəyirsinizsə, sizi hər həftənin 4-cü günü saat 18:30-da verilişimizi izləməyə dəvət edirik. Odur ki, vaxtı başlayırıq. Ötən ildən etibarən əmək müqavilələrinin elektronlaşdırılmasına başlanıldı. Bu prosesin birinci mərhələsi yekunlaşsa da, lakin digər mərhələlər üzrə hazırda işlər davam etdirilir. Elə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmisi ilə birgə bu mövzunu müzakirə edəcəyik. Amma əvvəlcə gəlin görək, son günlər sosial sahədə nələr baş verib. Dost TV-yə bağlanırıq, həmkarım xanım Yadigarlı bizə ətraflı məlumatlar verəcək. Xanım, buyurun, söz sizindir. Hər vaxtınız xeyir Aybəniz, sizi və tamaşaçılarımızı Dost TV studiyasından salamlayıram. Bu həftə sosial xülasədə biləcəksiniz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsini ziyarət ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Nazir Anar Əliyev Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının nazirliyi üzrə Yasamal rayonu Salatın Əsgərova 85 ərazi partiya təşkilatının fəaliyyətini qeyd edib. Tədbirdə nazirlik sistemində çalışan əməkdaşlardan daha 144 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli Qəbələ rayonunda sakinləri qəbul edəcək. Vətəndaşlar 13-19 may tarixlərində nazirliyə rəsmi şəkildə info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək yaxud 142 çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada 105 işə götürən tərəfindən 1050-yədək vakansiya təqdim olunub. Tədbirə qatılan şəxslərə eyni zamanda icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Agentliyin karyera məsləhətçiləri tərəfindən karyera məsləhəti xidməti göstərilib. Və sonda Dövlət Əmək Müfəttişliyi Xidməti Amerika Birləşmiş Ştatlarında keçirilən Global Tech Awards 2025 beynəlxalq müsabiqəsində Green Technology, Government Technology və HR Technology nominasiyaları üzrə qalib seçilib. Qeyd edək ki, bu il ərzində xidmət ümumilikdə 17 beynəlxalq mükafata layiq görülüb. Bu həftəyə təqdim edəcəklərimizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Söz yenidən həmkarım Aybəniz Məhərrəmovadadır. Aybəniz. Xanım, təşəkkür edirik. Ümumiyyətlə, sosial elə bir sahədir ki, hər kəsi əhatə eləyir. Ona görə də bizim haqqında danışdığımız mövzuların konkret auditoriyası yoxdur. Bütün vətəndaşlarımız üçündür. Məsuliyyətimizi başa düşürük və bacardığımız qədər informativ olmağa çalışırıq. Bu istiqamətdə bizə yardımcı olduğu üçün Dost TV-nin kollektivinə də dərin təşəkkürlərimizi bildiririk. Belə, obyektiv verilişi davam edir və əmək müqavilələrini müzakirə edəcəyik və artıq qonağım da buradadır. Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdür müavini Aynurə Tağıyeva bizimlədir. Xoş gəlmişsiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik gəldiyiniz üçün. Aynurə xanım, dövlət orqanlarında çalışanların artıq əmək müqavilələri elektronlaşdırıldı. Yəni, birinci mərhələ artıq yekunlaşdı və növbəti mərhələlər üzrə işlər gedir. Necə yekunlaşdı və növbəti mərhələlər üçün hansı işlər aparılır? Əvvəla təşəkkürümü bildirirəm, bir daha məni dəvət etmişsiniz. Bəli, biz artıq dövlət sektoru üzrə işləri yekunlaşdırmışıq. Məlum olduğu kimi 12 avqust tarixindən etibarən əmək müqavilələri elektron şəkildə bağlanılır. Bu elektron şəkildə bağlanılan müqavilələrlə yanaşı köhnə bağlanmış qüvvədə olan əmək müqavilələrinin də elektron formata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 17 sentyabr 425 nömrəli qərarı oldu və həmin qərarla mərhələli keçidlər müəyyən edilmişdir. Qeyri-dövlət sektoru üçün iyul ayının 1-nədək vaxt verilib və düşünürəm ki, o vaxta qədər artıq prosesi yekunlaşdırarıq. Bununla bağlı xidmət olaraq biz müəyyən, belə deyək də, tədbirlər görmüşük, istər maarifləndirmə tədbirləri, istər təlimlərin, seminarların keçirilməsi, eyni zamanda
zamanda da bizim əlimizdə hal-hazırda əmas var. Əmas üzərindən işə götürənlərə və işçilərə bizim çatmağımız daha tezdir, rahatdır və biz əmasdan istifadə edib işçilərin də, işə götürənlərin də şəxsi kabinetlərinə məlumat xarakterli bildirişlər göndərmişik. Yəni, qanunvericinin tələblərindən ibarət, eyni zamanda bu proseslə bağlı, belə deyək də, prosesi A-dan Z-yə hansı istiqamətdə iş getməlidir. Bununla bağlı işə götürənlərin də, işçilərin də şəxsi kabinetlərinə məlumatlar yerləşdirilmişdir. Əmək müqavilələrinin bir tərəfində işçi dayanırsa, digər tərəfində işə götürən dayanır. Düzdür, biz adətən bu müqavilələrin imzalanmasını işçilər nöqteyi nəzərdən əhəmiyyətli hesab edirik, onların əmək hüquqlarının müdafiəsi ilə bağlı. Amma işə götürənlərin hüquqlarını da unutmaq olmaz. Bunu nəzərə alaraq, ümumiyyətlə, bu əmək müqavilələrinin elektronlaşdırılması həm işçilərə, həm də işə götürənlərə nə verəcək? Belə deyək də, əslində bu sistemin bu formada olması, yəni müqavilənin iki tərəfinin də elektron şəkildə imzalanması, düşünürəm ki, işçilər üçün daha faydalıdır. Nəyə görə? Yəni, bundan əvvəlki praktika ilə indiki praktikanı müqayisə eləsək, hal-hazırda əmək mübahisələrinin sayında azalma müşahidə edirik. Yəni, dövlət sektoru olsun, istər qeyri-dövlət sektoru. Nəyə görə? Digər sistemdə, digər vaxtlarda işçilərin xəbəri olmadan adlarına əmək müqaviləsi bildirişi sistemə daxil edilirdisə, hal-hazırda bu proses dayandırılıb, yəni işçi imzalamadığı təqdirdə adına saxta əmək müqaviləsi formalaşmır. Düşünürəm ki, işçilər üçün daha faydalıdır. Amma hansı faydaları var işə götürən üçün? Vaxta və resursa qənaət, yəni müqavilələrin tez bir zamanda hazırlanıb imzalanması prosesi, istər təhlillərin aparılması, yəni biz belə deyək də, sistemi yaratmışıq, yalnız əmək müqaviləsini daxil etmək üçün yox. Daxil etdiyi məlumatlar əsasında təhlillərin aparılması, yəni analitik hesabatların əldə edilməsi, istər öz risklərini müəyyən etmək üçün onlara alt bölmələr əlavə eləmişik işə götürənlər üçün. Eyni zamanda da sistemin kadr kargüzarlığı var. Yəni əmrlərin hazırlanması olsun, ərizələrin elektron qaydada işə götürənə təqdim edilməsi olsun. Yəni işçi işə götürən arasında yazışma əmasda mövcuddur. Yəni, buradan istifadə edib, tez bir zamanda yazışma aparıb, əmək müqaviləsi tərtib edə bilər, işçinin kabinetinə göndərə bilər. Yəni, bu da vaxtda təbii ki, qənaətdir. Eyni zamanda kağız sərviyyatına, yəni sənədlərin hazırlanmasına, saxlanmasının arxivləşdirilməsinə, yəni işə götürənlər üçün elektron qaydada aparılmasına kömək edir. Nəhayət ki, əmək kitabçaları sıradan çıxdı. Təbii ki. Çox yaxşı hadisə oldu. Elə bir nümunə çəkin. Bu yaxınlarda iş yoldaşımla söhbət əsnasında elə bu barədə məlumat verdi. Atası bu yaxınlarda pensiya yaşı çatdığı üçün pensiyaya çıxdı. Proaktiv şəkildə təyin olunub. Pensiya kapitalı az gəlib. İndi əmək kitabçası da itdiyi üçün sübut edə bilmir. Həmin iş yerləri də yoxdur. Baxın, belə artıq müəyyən bir təzadlar yaranıb ortada və s. və l-axır. Bu cəhətdən, yəni bu məsələlərin, problemlərin aradan qaldırılması üçün əmək kitabçalarının təbii ki, bəli. Qanunvericiliyə edilmiş dəyişiklikdən biri də elə sizin qeyd etdiyiniz kimi işə qəbul zamanı əmək kitabçası tələb olunmur. Yalnız işçi şəxsiyyət vəsiqəsi əsasında artıq işə qəbul olunur. Yəni, zaten sistem 2014-cü ildən fəaliyyət göstərir. 2014-cü ildən belə deyək də, bugünkü günə qədər bütün əmək fəaliyyəti sistemdə mövcud olan şəxsləri işə götürən sistem üzərindən müəyyən edir. Yəni, stajını da sistemdən müəyyən edə bilir. Yəni, bu da təbii ki, bəli, işçilərin hüquqlarının qorunması deməkdir. Aynurə xanım, istəyirəm ki, bu mövzunu ekspert rəyi ilə davam elətdirək və görək vətəndaşların əmək hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bu barədə nə düşünür? Davam eləyəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün az qala xidmətlərin əksəriyyətini elektronlaşdırıb, bir qismi proaktiv xidmətə keçib və bu sarıdan deyək ki, işçi ilə işə götürənlər arasında münasibətlərin də elektronlaşması gözlənilirdi, proqnozlaşdırılırdı və bir çox sahələr üzrə bu elektronlaşma həyata keçirilib. O cümlədən əmək müqavilələrinin elektron bağlanması, ezamiyyələr, əmrlər, bütün bunlar əlbəttə işə götürənlərin işini asanlaşdırıb, kargüzarlıq işini asanlaşdırıb. Amma təbii ki, əmək müqavilələrin elektronlaşanda biz əvvəl də müzakirələrdə iştirak etmişdik. Mən İctimai Şura üzvü kimi bu proseslərdə iştirak etmişdim. Proqnozlaşdırılan problemlər ortaya çıxacaqdı. Əmək müqavilələri ilə bağlı bir neçəsini mən sizə deyim ki, praktikada ortaya çıxıbdır. Məsələn, tutaq ki, elə şəxslər var ki, onların öz adına mobil telefon nömrələri yoxdur. Yaxud
İkinci qrup insanlar var ki, onlarda smart telefonlar yoxdur. Və onlardan da az olmayan bir problem də odur ki, bir çox şəxslər deyək, minimal IT texnologiyalarını istifadə etmək bacarığına malik deyil. Hətta savadı var, ali təhsili var, yəni, amma bu bacarıq yoxdur. Bu praktikada problemlərə gətirib. Amma məsələ nədir? İndi bu qanunvericiliklə müəyyən olunan vaxt müəyyən olunmuşdur. Dövlət orqanları üçün, büdcə təşkilatları üçün, kommersiya və qeyri-kommersiya qurumları üçün, o cümlədən fiziki şəxslər üçün müəyyən vaxt hədləri müəyyən olunmuşdur. Bu müddətlər çərçivəsində o əksəriyyət müqavilələr artıq elektronlaşdırılıb. Yəqin orada indi bir neçə faiz qalıb, problem buradadır. Bunu da biz İctimai Şuranın yeni tərkibi ilə cənab nazirlə görüşəndə bu məsələnin də mənim tərəfimdən qaldırıldı. Yəqin müvafiq hansısa bir dəstək məsələləri də ortaya çıxa bilər və ümid edirəm ki, bu proses başa çatacaqdır və əlbəttə ki, bu yenə də deyirəm ki, işə götürənlərin yükünü azaldır. İşçilər hər zaman girib elektron deyək, müqavilələrlə çıxarış eləyə bilirlər. Üstəgələk və əmrlər, ezamiyə ilə bağlı artıq kağız dövriyyəsinə ehtiyac da qalmır. Davam edirik. Aynur xanım, Sahib müəllimin fikirlərini eşitdiniz. Reaksiyanız zəhmət olmasın. Təbii ki, yəni bu keçid dövrüdür. Biz keçid dövrü yaşayırıq. Yəni müəyyən orada belə deyək də işə götürənlərin müxtəlif ölçülü işə götürənlərdə müxtəlif problemlər çıxa bilər. Yəni bu Sahib müəllim də dediyi kimi işçilərlə bağlı ola bilər, onların simadan istifadəsi ilə bağlı ola bilər. Bununla bağlı biz öz tərəfimizdən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq müəyyən təlimlər təşkil edirik, maarifləndirmə tədbirləri, yəni belə deyək də işə götürənlər üçün istərsə də işçilər üçün istifadə qaydaları hazırlayırıq. Yəni əmasın təlimlər bölməsi var. Orada proseslərlə bağlı A-dan Z-yə bütün proseslər video şəkildə işçilərə də, işə götürənlərə də təqdim olunur. Qeyd olunan problemlər, yəni simadan istifadə və yaxud telefonun olmaması, yəni alternativ imza növləri var. İşçilər ondan da istifadə edə bilərlər. Bununla bağlı Nazirliyin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmi sosial şəbəkə hesabından da müxtəlif posterlər paylaşırıq. Yəni burada təkcə sima yükləməklə bu proses idarə olunmur. Sima ilə yanaşı asan imzadan da istifadə edə bilərlər. Yəni telefon həmin tətbiqi dəstəkləmirsə, asan imzadan da istifadə etmək olar. Doğrudur, Sahib müəllimin dediyi məsələlər var, amma bu təkcə Azərbaycan tələbi deyil. Yəni bütün dünya bu dəqiqə buna gedir ki, texnologiya dövrüdür və s. və axır. Və biz bacardığımız qədər özümüz maraqlı olmalıyıq ki, bununla əslində bizim həm işimiz asanlaşır, həm də şəffaflaşır. Təbii ki, yəni işçilər əvvəl əmək müqaviləsini əldə etmək üçün işə götürənə müraciət edirdi. Bəzi hallarda müqavilə əslində köhnə qanunvericilikdə 2 nüsxədə imzalanmalı idi. Biri işçidə, biri işə götürəndə. Heç bəzi hallarda işə götürən onu işçiyə vermirdi. Eyni zamanda iş yerinə dair arayış əldə etmək üçün yəni müraciət edirdi. Burada artıq bu proseslər yoxdur. İşçi istədiyi vaxt müqaviləsini sistemdən yükləyə bilir. Eyni zamanda arayış əldə edə bilər. Yəni bütün məlumatlarını sistem üzərindən əslində maraqlı tərəf burada işçi olmalıdır. Düşünürəm ki, o prosesləri də biz keçid dövründə o problemləri həll edəcəyik. Yəni işçilər də maraqlıdır ki, öz məlumatlarını tez bir zamanda əldə etsinlər. İşçilər və işə götürənlər üçün müsbət tərəflərini bildik. Bəs Dövlət Əmək Müfəttişliyi Xidməti üçün hansı üstünlüklər oldu bununla? Belə deyək də, Dövlət Əmək Müfəttişliyi Xidməti indi bizim də əsas məsələmiz nəzarət orqanıyıq. Biz qeyd olunan məsələlərlə bağlı risklərin idarə edilməsi şöbəsi olaraq prosesləri izləyirik. Yəni müəyyən riskləri müəyyən edirik. Hansı sahələrdə daha boşluqlar var, qeyd olunan proseslərlə bağlı artıq işimizi müəyyənləşdiririk ki, yəni bizim qanunvericinin tələbləri bu sistem vasitəsilə idarə olunur. Yəni işə götürən sistem
yaranıb o demək deyil ki, istədiyin məlumatı ora daxil edə biləsən. Sistem zaten əmək qanunvericinin tələblərinə uyğun hazırlanıb. Yəni biz də bununla bağlı nəzarət tədbirlərini həyata keçiririk. İstər minimum əmək haqqıdan aşağı əmək haqqının verilməsi olsun və yaxud Dövlət Sosial Müdafiə Fonduna köçürmələrin belə deyək də artımı ilə müqavilələrin sayının müqayisəsi olsun. Yəni hər bir halda təhlillər aparılır və nöqsanlar aşkar olunur. Təbii ki, sistemdə də müəyyən məhdudiyyətlər tətbiq olunur. Əmək müqavilələrinin elektronlaşması dedikdə əslində belə kiçik görünür, amma böyük bir elektronlaşma prosesidir və mən bilirəm ki, burada müəyyən proseslər var, hansı ki, onlar da elektronlaşıb. Amma siz daha yaxşı bilərsiniz və bu barədə daha yaxşı məlumat verərsiniz. Bəli, biz müqavilələrlə yanaşı bayaq da qeyd elədiyim əmrlərin, yəni kargüzarlığın aparılması, eyni zamanda hal-hazırda gündəmdə olan xəstəlik vərəqələridir. Ayın 1-dən artıq onlar da elektron formada işə götürənə təqdim olunur. Yəni xidmətdə biz də öz növbəmizdə əmasda bölmə yaratmışıq. Əmək müqaviləsi deməli bağladığı təqdirdə və yaxud əmək müqaviləsinə xitam verdiyi təqdirdə işçinin xəstəlik vərəqələrlə bağlı bir bölmə var və oradan məlumatları əldə edir. Belə deyək də, əvvəlki təcrübədə bu problemlər var idi, mövcud problemlər. Yəni, işçi xəstəlik vərəqəsində ola-ola işə götürən bundan xəbəri olmurdu və əmək müqaviləsinə xitam verilirdi. Hal-hazırda sistemdə buna məhdudiyyət qoyulub, yəni elektron şəkildə xəstəlik vərəqələri sistem üzərindən çəkilir. İşə götürən bilmədən, səhvən və yaxud digər səbəblərdən əgər əmək müqaviləsinə xitam verirsə, sistem buna məhdudiyyət qoyur. Daha sonra əmasın üstünlüklərindən arayışları qeyd edə bilərəm. Yəni, əvvəl işə qəbulla bağlı məhkumluq arayışı və yaxud sağlamlıq arayışları tələb olunurdusa, artıq sistem üzərindən də onu biz onlayn şəkildə çəkə bilərik işə götürən olaraq. Yəni, işçi artıq kağızda təqdim etmir arayışını. İşə götürən özü sistem vasitəsilə, əmas vasitəsilə onu sistemdən elektron şəkildə əldə edir. Yəni, bir çox üstünlükləri var. Yəni, sistemdən düzgün istifadə burada artıq çox önəmlidir və işçinin hüquqlarının qorunması deməkdir. Aynur xanım, mən bildiyim qədərilə bu prosesdə iştirak etməyən işə götürənlər üçün hər hansı bir qanuni cəza tədbiri yoxdur. Onda belə başa düşdüm ki, həmin bu məhdudiyyətlər vasitəsilə siz nəzarət həyata keçirəcəksiniz, yoxsa necə? Məhdudiyyət dedikdə əmək məcəlləsinin tələbidir. Zaten 12 avqustdan bu tərəfə siz işə qəbul etdiyiniz hər bir şəxslə elektron qaydada müqavilə bağlamalısınız. Yəni, bağlanmadığı halda artıq əmək münasibəti yaranmır. Yəni, işə götürən əmasdan mütləq şəkildə istifadə edir və müqaviləni də sistemə daxil etdiyi təqdirdə biz onun əmək qanunvericinin tələblərinin pozulmasının qarşısını alırıq. Yəni, məhdudiyyətlərin tətbiqi onun istəmədən buraxdığı səhvlərin qarşısına alınmasıdır. Yəni, məhdudiyyətlər bu formada idarə olunur. Suallarım bu qədər idi, amma əlavə nəsə demək istəyirsinizsə sizi eşidə bilərik. Təşəkkür edirəm. Mən də buradan öz növbəmdə işə götürənlərə və işçilərə səslənmək istəyirəm ki, yəni sistemlə bağlı çəkinmədən Dövlət Əmək Müfəttişliyi xidmətinə, eyni zamanda da Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə deyək də qaynar xəttinə və yaxud bizim dost mərkəzlərinə problemlərlə bağlı əgər çıxdığı təqdirdə müraciət edə bilərlər. Hər zaman onlara dəstək olmağa hazırıq. Təşəkkür edirik. Siz sağ olun. Belə, obyektiv verilişi efirdə idi. Qeyd edim ki, qonağım Dövlət Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.